Salam dəyərli müəllimlər, əziz abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim bugün sizlərə Mikayıl Müşfiqin Həyat Sevgisi əsərinin məzmun və forma xüsusiyyətləri haqqında ən vacib məqamları diqqətinizi çatdıracağım. Sona qədər izləməyi unutmursunuz. Həmçinin kanalımıza abunə olmağı da bizdən əsirgəmirsiniz. Keçək əsərimizin təhlilinə. Təbii ki, Mikayıl Müşfiqin Həyat Sevgisi əsəri 1935-ci ildə qələmə alınıb. Bu əsər yazılarkən artıq Mikayıl Müşfiq o repressiyanın ağrılısın, acısın hiss edirdi, duyurdu təbii ki. Təhlükənin yaxınlaşdığını hiss etmişdi və bu əsərdə sırf xüsusilə ona uyğun yazılıb ki, məhz hər bir cümləsində, hər bir misrasında, hər bir bəndin o repressiyaya yaxınlaşdığın şair öz hissləri ilə bizə çatdırıb. Keçək əsərə və məzmun və forma xüsusiyyətləri haqqında danışacağım. Deyir, mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşəm, dostdan, aşinadan necə əl çəkim? Bu gündən günə gözəlləşən bu dünya var ha. Mən bu dünyadan necə əl çəkeyim? Yəni bu dünyanı necə mən yarımçıq qoyub ömrümü başa vurum? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Təbii ki, burada necə əl çəkim sözü rədifdir yoldaşlar, diqqətli oluruq. Burada həm bədii sualdan istifadə olunur, eyni zamanda necə əl çəkim yoldaşlar demək rədifdir. Diqqətli olacaq ki, necə əl çəkim sözü rədifdən istifadə olunmuşdur. Sonra yerlə çarpışan, göylə əlləşən, təbii ki, burada bir təzaddan da istifadə olunub. Dostdan, aşinadan necə əl çəkim? Necə əl çəkim? Təbii ki, burada yenə də bədii sualdan istifadə olunub. Dönmə bir şəbnəmə yaz səhərində, könül günəş kimi parla yerində. Göylərin lacivərd, belə deyək də, göylərin lacivərd ətəklərində, lacivərd təbii ki, o gözəl ətəklərində gedən bu qovxadan necə əl çəkim? Dönmə bir şəbnəm yaz səhər. Şəbnəm təbii ki, o səhər şehi deməkdir. O deyir ki, könül o yaz səhərində bir şehə dönmə. Günəş kimi öz yerində parla. Göylərin o bənzərsiz gözəl ətəklərində gedən bu qovxadan, bu gözəllikdən mən necə əl çəkim? Təbii ki, bu üzrə bu baxdıq görərək ki, günəş kimi parla yerində, təbii ki, burada bir təşbihdən istifadə olunub. Sonra göylərin lacivə ətəklərindən gedən bu qovxadan necə əl çəkim? Təbii ki, burada yenə də bədii sualdan istifadə olunmuşdur. Baxınız, dan yeri sökülmüş kimi. Dan yeri o səhər-səhər alaqaranlıq deyirik. Dan yeri sökülmüş kimi. Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan uzağa xam gümüş kimi. Xam gümüşə baxın, xam gümüş kimi ağaran səhradan necə əl çəkim? Xam gümüş kimi ağaran səhra var. Təbii ki, burada bir demək təşbihdən istifadə olunub. Təbii ki, təşbihdən istifadə eyni zamanda necə əl çəkmək? Yəni burada bədii sual var. Baxınız, dan yeri sökülmüş kimi, dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan uzağa o xam gümüş, təbii ki, burada xam gümüş epitetdir, çünki gümüş xam ola bilir. Xam gümüş kimi ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis. Varlı, xəsis. Təbii ki, burada bir təzaddan istifadə olunub. Təbiət varlıdır, təbiət xəsis. İşlədərsən onu, sən ey mühəndis, o təbiət varlı, o təbiəti sən işlədərsən onu, sən ey mühəndis. Təbiəti işlətmək. Təbii ki, burada işlədərkən onu, sən ey mühəndis. Mühəndisə müraciət var burada təbii ki. Eyni zamanda bu iki misrada işlədərkən o, sən ey mühəndis. Təbii ki, burada yenə də bir, demək, metafordan istifadə olunub, buna diqqət olacaq. Təbiətin işlədilməsi, mühəndisin təbiəti işlətməsi metafordan istifadə olunub. Mən də bu qart daşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim? Təbii ki, burada incə məna, demək, epitet var yoldaşlar, epitetdən demək istifadə olunmuş. Eyni zamanda necə əl çəkim? Burada bir demək bədii sualdan istifadə olunmuş. Yəni təbiət varlıdır, təbiət xəsis. İşlədərkən sən ey mühəndis. O təbiəti işlədərkən sən ey mühəndis. Mən də bu qart daşlara verdim bu duyğum, hissim var ha. Bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar. Bir yanda kəşliklər, ayna bulaqlar, ayna bulaq. Təbii ki, burada epitetdən istifadə olunub. Bir yanda bülbüllər, çiçəkli dağlar. Bir yanda. Təbii ki, burada anaforadan istifadə olunub. Anaforadan istifadə olunub. Bir yanda bülbüllər, çiçəkli bağlar. Mən bu tamaşadan
necə əl çəkir? Təbii ki, ayna bulaq epitetdir. Bir yanda bu anaforadan istifadə olunub. Mən bu tamaşadan necə əl çəkmə, yəni də necə əl çəkməyəndə yoldaşlar bədii sualdan istifadə olunub. Yəni bir yanda tərlanlar var, dumanlı dağlar var, bir yanda kəşlişlər var, gözəl bulaqlar var, bir yanda bülbüllər var, çiçəkli bağlar var. Mən bu gözəllikdən, təbiətin bu gözəlliyindən necə əl çəkim? Necə bu dünyadan uzaqlaşım? Aydın oldu mu? Bax, şairin bir ürək çırpıntısı var bu misralarda. Həyat dedikləri bu keşməkeşdən, qəlbimdə, qanımda yanan atəşdən, qəlbimdə, qanımda o demək atəşin yanmağı. Təbii ki, burada yoldaşlar bir mübaliğədən istifadə olunub. Gecədən, gündüzdən, gecəyə gündüz təzaddan istifadə olunub. Təbii ki, aydan, günəşdən bu əngin fəzadan necə əl çəkim? Təbii ki, burada necə əl çəkim yenə də demək bədii sualdan istifadə olunmuşdur. Qarşımda dalğalı dərin bir ümman. Dalğalı dərin bir ümman, ümmanı sarsıdır bir acı tufan. Acı tufanın ümmanı sarsıtmağı. Təbii ki, yenə də metafordan istifadə olunub. Acı tufan, necə tufan, eyni zamanda yenə də epitetdən istifadə olunub. Bəyaz köpükləri bir çiçək yapan şeirdən, xülyadan necə əl çəkim? Demək yoldaş, biz burada görürük ki, demək, burada baxın, bu ümman sarsıdır bir acı tufan. Qarşımda dərin bir ümman, burada yoldaş, dərin bir ümman deyərkən, Sovet rejimi nəzər tutub. Baxın yoldaşlar, Sovet rejimi nəzər tutub. Sovet rejimi nəzər tutduğusunda burada bir, eyni zamanda baxın, dərin bir ünvan deyərkən, baxın burada bir metonimiyadan istifadə olunur. Çünki Sovet rejimi nəzər tutulur da, metonimiyadan istifadə olunur. Metonimiyadan istifadə olunur. Ulduzlar fikrimin çıraqbanıdır. Ulduzlar fikrimin çıraqbanı kimidir? Demək yoldaşlar, təşbihdən istifadə olunub. Bulud xəyalımın karivanıdır. Yenə təşbihdən istifadə olunub. Səma ki hissimin aşiyanıdır, dostudur. Yəni təşbihdən istifadə olunub. Böyle bir səmadan necə əl çəkim? Demək, 3 misranın üçündə də təşbih var. Eyni zamanda biz burada bədii sual demək görürük. Xəzan acısına edib təhəmmül. Gülün kölgəsində ötəndə bülbül. Yəni bülbül gülün kölgəsini oxuyanda o xəzanın payızın acısına təhəmmül etmək, dözmək demək. Təhəmmül sözməsi yoldaşlar, dözmək demək. Yəni o gülün kölgəsində bülbül oxuyanda xəzanın acısına dözür. Həyat, həyat deyə çırpır onun könül. Həyat, həyat deyə, həyat, həyat. Biz burada yəni də təkrirdən demək, təkrirdən istifadə edilir. Görürük, könüldən, sevdadan necə əl çəkim? Təbii ki, burada demək, həyat, könülün həyat deyə çırpınmağı, könülün, ürəyin həyat deməsi. Yəni, yoldaşlar, buradan metafordan istifadə olun. Necə əl çəkim? Təbii ki, yəni biz burada bədii sual demək qeyd edirik. Sən aldın aşını yeni hisslərdən. Ey cavan qələmim, cavan qəlbə müraciətdir. Təbii ki, burada yəni də bədii xitabdan istifadə olunur. Düşmə bəhərdən. A dostlar, dostlara müraciət var. Söyləyin, mən bu hünərdən, bu təvvəladan necə əl çəkim? Baxın, təvvəl sözməsi yoldaşlar, coşqun ilham deməkdir. Coşqun ilham. Baxın, mən bu coşqun ilhamdan necə əl çəkim? Təbii ki, yəni burada bu bədii demək, bədii sualdan istifadə olunub. Keçən əsərin təhlil yoldaşlar. Əsər lirik növdə heca vəznində 1935-ci ildə qələm almışdır. Şeir 10 bənddən, hər bəndi 4 misradan ibarətdir. A, B, A, B, C, C, B, E B kimi qafiyələnir, qoşma kimi qafiyələnir. Misralar bölgüsü əsasən 6-5 bölgüsündədir. Necə çəkim həm rədif, həm də bədii sualdır. Əsərin bədii sual üzrə qurulub, hər bənddə bədii sualdan istifadə olunub. Baxın, diqqətli oluruq ha, hər bənddə, hər misrada yox ha, hər bənddə bədii sualdan istifadə olunub. Əsərdə bədii təzaddan da geniş istifadə olunub. Mübahisələr, böhtan və təqiblər həssas şairin yaradıcılığına təsir ötüşmürdür. Yaxından tanıdığı, istedadına rəğbət bəslediyi sənət dostlarının repressiya qurban çevirməsi onu sarsıdır. Həyat sevgisi şeirində bir narahatlı, bir təlaş demək duyulmaqdır. Şeirdə şairin dünyaya, təbiətə, insanlar münasibəti öz əksini tapmışdır. Əsər lirik qəhrəman şairin özüdür. O təbiət insanları sevir və tükənməz həyat eşqi ilə yaşar. Əsərdə nikbin gələcək inam, dönüb çıxan dostla incikli məsələsinə toxunulmaq, yəni nikbin gələcək inam ola bilməz. Əksinə burada şairin o repressiyanı hiss edirdi şair, nikbin olamaz. Əsərdə yaşamaq eşqi ilə çırpınan bir qəlbin həyəcanları hiss edilir. Əsərdə tərk-i dünyalığa çalış motivləri öz əksini tapmayıb, tərk-i dünyalı, əslində həyat üçün, yaşamaq üçün mübarizə aparan bir ürəyi görürük. Əsərdə müəllif müxtəlif obyektlərə müraciət edib, könül, günəş kimi parla yerində sonra sən ey mühəndis, ey cavan qələmim, a dostlar,
demək müraciətləri var. Biz bunu qeyd etdik əsərin təhlilində. Lirik qəhrəman fəal bir yaradıcı ömrü yaşadığının aydın görülür. Əsəri yazarkən şair yaxınlaşan təhlükəni, repressiyanı hiss edir təbii ki. Şair qarşıda dalğalı dərin bir ümmanı sarsıtı bir adı tutan misrasının sətr altı Sovet rejiminə demək müraciət diqqəti çəkmişdir, belə deyək. Əsərdə repressiya qurbanlarının adı çəkilməyib, əsər repressiya qurbanlarının ümumi vidan nəğməsi kimi də demək adlandıra bilərik. Belə dəyərli yoldaşlar, təhlilinə baxdıq. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti bir videoda biz sizlərlə görüşəcək. Minnətdarım.